Mən Mustafa Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maşdağa özəy sədriyəm. Bakir Əcdaroğlu Həsənov ordu sıralarından qayıtdıqdan sonra, yəni müharibə dövrünün keçidindən sonra burada bizim fəal üzvlərimizdən olub. Zakir Həsənov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Maşdağa şöbəsində fəal üzv olub. Bütün tədbirlərimizdə dala qalmayan, ən çox tədbirlərimizdə iştirak edən üzvümüzdən biri olub. Bəlkə də 100-dən artıq tədbirdə iştirak edib. Bu tədbirlər şəhidlərimizlə bağlı, qazilərimizlə bağlı, dövlət tədbirləri ilə bağlı. Bunların hamısında Zakir Həsənov iştirak edib. Zakir Həsənov bugün aramızda yoxdur və o bizim demək olar ki, aramızdan tez köçdü, xəstəliyinə imkan vermədi. Allah onun yaxınlarına səbir versin, balalarını saxlasın. Allah adına daşıdığı nəvəsini, toyunun nişanını görək. Bizim məlumata görə, deməli, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Məşdağa şöbəsinin yaranmasında, o cümlədən ofisin təmir və bərpasında iştirak edib və rolu olub. O necə olub, nə işlər görüb? Bəli, Zakir bizim tədbirlərdən əlavə biz demək olar ki, gecə-gündüz ofisin açılması ilə bağlı işlər görürdük. Zakir də həmişə yanımızda olub. Bizi ilə əlbəəl verib, bacardığı qədər, gücü çatdığı qədər çalışdığı, bacardığı işlərdən işin qulpundan yapışıb. Həmişə də ki, yəni öz şirin zarafatları ilə, pozitiv insan idi də, o hara gedirdi gülmək, danışmaq, yəni belə bir insan idi. Hamısının da bir günləri bütün qardaşların yadında o pozitiv bir insan kimi yaddaşlarda qaldı. Zakir Həsənovun onun hərəkətlərindən çox danışmaq olar, ancaq ki mən inan indi həyəcandan deyim, o biraz yadıma düşmür, ona görə daha doğrusu o qədərdir ki, bilmirəm hansından başlayayım. Bir daha Allah ona rəhmət eləsin, Allah səbir versin. Dedik ki, Zakir deyəndə istər-istəməz adamın üstündə təbəssüm yaranır. Zakir gələrdi, misal üçün, belə deyək də, sırazı çayımızı düzəltərdi, yeməyimizi təmin eləyərdi. Belə həm hər barədən yoldaşlığa dəstək verən idi. Yəni, mən ilk günlərdən gələndən Zakir yanımızda olub, yanımda olub, həmişə də hər şeydə mənə dəstək verib, yeri gələndə müdafiə edib, yeri gələndə, necə deyərlər, qulluğunda durub. Bu günləri də onun yoxluğu mənim üçün həqiqətən də hiss olunur. Baxma ki, yanımızda bugün sayımızın artmağı ilə bağlı o qardaşlar çox yaxınlaşıb. Ancaq Zakirin yeri bugün də görsənir. Zakir həqiqətən öz pozitivliyi ilə, biz hara geçsəydi yeməksiz, içməksiz, susuz, çaysız qalmazlar. Yəni Zakir o qədər belə şeylərə önəm verirdi ki, gəl çayını iç, gəl çörəyi iç, gəl belə nə bilim var da bir böyük qardaş kimi həmişə çalışırdı ki, yanındakı olan qardaşlar az-suz qalmasın. Zakirin ölüm səbəbi nə idi və sizə necə təsir elədi onun ölümü? Onun ölüm səbəbi xəstəliklə oldu. Mən bilən o pis xəstəlikdən tutulmuşdu. Allah bütün o xəstəliklərə tutulanlara şəfa versin. Həqiqətən Zakirin o xəbəri mənə gələndə mənim demək olar ki, damarda qanım qurdu. Belə inan, mən özüm də xəstəxanadaydım. Yəni fikir vermişsə mən onun dəfnində yoxam. Özüm də bərxəstə idim və xəstəxanadaydım, yatırdım. Və mən o Zakirin, nə bilim, mən o qədər mənə pis təsir elədi ki, inan heç özümü bilmirdim. Həkimlər orada gəldilər, iğnə, dərman, buna nə oldu, buna nə oldu. Ancaq ki, özümə gəldim, toparladım, sağ olsun qardaşlar oradan çəkiliş ediblər, atırdılar mənə. Demək olar ki, mən o dəfini bütün izlədim. Zakir
ailə qardeşdir. Yəni ki, həqiqətən etibarlı oğlandır. Mən də sizə təşəkkür edirəm ki, bugün gəlmişsiniz, ziyarət edirsiniz. Allah'ımıza can sağlığı versin. Allah veteran qazilərimizə can sağlığı versin. Şehitlərimizə rəhmət eləsin. Zakir qardeşimizdir ki, Biyaq Bəxtiyar qardeş qeyd elədi. Zakir qardeş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü idi. Medallarla təltif olunmuşdu. Çox fəal üzvlərimizdən biri idi. Bu açılışda da qeyd elədi, açılışda da zəhmət olub. Bu, mən bura təyin olunandan Zakir qardeş mənimlə bir yerdə olub, ta rəhmətə gedənəydi. Birdən-birə necə oldu, valla tez getdi aramızdan, tez getdi. Ancaq ki, arzuları çox idi, görülməli işlərimiz çox idi. Zakir qardeş, Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizi rəhmət eləsin, yerdə qalan qazilərimizə Allah can sağlığı versin, şəhid ailələrinə səbir versin, şəhidlərimizə Allah rəhmət eləsin, Allah bütün veteranlarımızı qorusun, onlardan Allahdan şəfaat edin, Allah yenə rəhmət eləsin. Ayın 16-sı 40-dır, 40 mərasimində bütün qazi veteranları dəvət edirik, 40 mərasimində inşallah iştirak edəcək. Sabunçu rayon şöbəsinin sədri Ramiz müəllim də gələcək. Sabunçu rayon şöbəsinin bütün heyəti burada olacaq. Hatta Allah Füzuli müəllimə də can sağlığı versin. Füzuli müəllim dedi ki, əgər başqa tədbir olmasa mən də gəlib iştirak edəcəm. Allah qalanlarımıza can sağlığı, rəhmətə gedənlərə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Geldik, zulmet bir geceden gündüze geldik. Bu ömür yolunda yüz yüze geldik, zulmet bir geceden gündüze geldik. Ne yazık sonunda bir göze geldik. Ne olur Allah'ım ayırma bizi. Ne yazık sonunda biz göze geldik. Ne olur Allah'ım ayırma bizi. Ne olur ya Rabbim ayırma bizi.
acı. Belki bu ayrılık bir alın yazı, böyle bir yazıda ölümden acı. Ayırmak istersen al canımızı, ne olur Allah'ım ayırma bizi, ne olur Allah'ım ayırma bizi. Ayırmak istersen al canımızı, ne olur Allah'ım ayırma bizi, ne olur Allah'ım ayırma bizi. Bilmedik sevginin şirin tadını, silme yüreğimden onun adını, eşit sevenlerin bu feryadını. Ne olur Allah'ım ayırma bizi, ne olur ya Rabbim ayırma bizi. Bilmedik sevginin şirin tadını, silme yüreğimden onun adını, eşit sevenlerin